Salam əziz, dəyərli izləyicilər. Bugün sizə Oxatan bürcünü təqdim edirəm əzizlərim. Bax əzizlərim, içinizə atdığınız duyğularınız var. Keçmişdən baxın. Həyatınızın dərin qatlarından, keçmişdən qalan izlərdən, gələcəyin gizli ümidlərindən bax, bəzi işarələr var əzizim. Hər bir incə bir işarə sizin için yeni bir dərs, yeni bir fürsət deməkdir əzizim. Bax, həyatınızın hər sahəsində gizli bir simvollar mövcuddur. Bu izlər ailə münasibətlərinizdən tutmuş karyera sayənizdə, intriqa, daxili həssaslıq, səmimi dostlara qədər hər şeyi əks etdirir əzizim. Bəzi həyatınızdakı gedən məqamları, həyatınızda gedən bəzi sirləri təhlil edərək həyatınızda gözəl addımlar atacaqsınız. Bax, təyyarə ya vaqon yolla, dəmir yolla sizə gələn biriləri ola biləcək. İnandırmaq, biriləri sizi iş yerində bir işlə əlaqəli inandırmaq istədiyi bir məsələ ola biləcək. Ona diqqət edin, önəm verin. Ailə arasında biraz incilik, küskünlük varsa da valideynin könlünü alın. Yollarınız çox gözəl, ailədən dəstək ala bilərsiniz. Həyatınızda övladınızın, evlisinizsə, övladınız varsa da onun gözəl sınağın başarığı ilə, öz verdiyi sınağının başarığı ilə sevinclər ola biləcək. Hətta övladınızın adı dillərdə də yaxşıya doğru danışacaqlar. Sizə qarşı dedikodular bu həftə arta bilər. Övladınızın, ailənizin yaxşı, xoşbaxt olmağını istəyirsiniz. Ailədən birilərinin xəyalı gerçəkləşəcək. Qohumlar arasında biraz mirasla əlaqəli söhbətlər ola bilər. Çox şeylər həyatınızda sürpriz kimi gerçəkləşə biləcək. Evlilikdən uzaq duran biriləri artıq evlilik təklifi görəcək, yəni gerçəkləşdirə biləcək. Birilərinə zamin mi durdunuz? Maddiyatla əlaqəli bir peşmançılıq var içinizdə, bir imza düşünürsünüz. Olumsuzluqlar bitəcək, biraz səbrləyin. Bir ortaqlığınızın sizə yanlış etdiyini hiss edirsiniz. Qorunmalarınız var, bəzilərinizin qorunması var, bəziləriniz ilahi tərəfdən qorunursunuz. Zamana buraxdığınız bəzi məsələlərlə sakit olun. Bir işə başladığınız bir askıda qalmış işinizi bu həftə axıra vurmaq istəyəcəksiniz. Tanıdığınız biriləri, tanış biriləri sizə bir iş təklifi deyə bilər. Yəni buna da iç səsinizə qulaq asın. İç səsinizə qulaq asaraq ola bilər ki, maaş tərəfdən az ola bilər. Buna baxmayaraq addım atsanız yaxşı olar. İş tərəfdən biraz seçim arasında qala bilərsiniz. Yenə deyirəm, anidən qonağınız ola biləcək əzizim. Bax, bu həftə Yupiterin parlaq enerjisi sizə böyük imkanlar, optimist baxış təqdim edə biləcək. Qəfil yaranan gözlənilməz məsələlər ola bilər. Planlarınız var əzizim. Planlarınıza bir dönüş edəcəksiniz. Gözəl bir, güclü bir addımlar atacaqsınız. Keçmişdə saxlanan bəzi gizli qalan hissləri öz təcrübələrinizlə ortaya çıxara biləcəksiniz. Sizin həyatınızda yenilənmə, təmizlənmə ola biləcək. Həyat siz üçün bir dərs, yeni bir fürsət, gələcək bir xəbərdarlıq. Biraz hisslərinizə qulaq asın, intuisiyanıza qulaq asın əzizlərim. İş mühitində uzun zamandır qəlbinizdə saxladığınız bəzi iş məsələləri ki var, o iş məsələlərini həyata keçirmək istəyəcəksiniz. Hər bir layihə sizin için analitik, yaradıcı fikirlərinizi ortaya qoya biləcək. Rəhbərlik tərəfindən işləyirsinizsə və ya çevrəndə, ətrafında insanlar tərəfindən dəyər veriləcək sizə. Ətrafınızda bax, rəqabət, intriqa, paxıllar var. Biraz ona diqqət edin. Ani, impulsiv qərarlar verməyin, çalışın əzizim. Bütün insanların elə bir
Biraz bu həftə ətrafınızda olan insanlara qarşı bir hökmranlıq ola bilər. Yeni qərarlar verə bilərsiniz. Kontrolu əlinizdə saxlayacaqsınız. Bir haqsızlıq olmuş. Bəlkə də övladınızın məhkəməsi, bəlkə də özünüzün məhkəməsi də varsa, çətinliklərin ötəsindən gələcəksiniz. Güclü olacaqsınız, qərarlı olacaqsınız. Biraz sevgi həyatınızda qarma qarışıqlar ola biləcək. Zamanında etdiyiniz səhvləri düşünə bilərsiniz bu həftə. Sevdiyinizin yanında olacaqsınız. Beyniniz qarma qarışıq. Dualarınıza bəziləriniz bu həftə dualara, rituallar edərək, çalışaraq diqqətinizi verəcəksiniz. Yəni özünüzü bağlı sıxıntı yollardan çıxarmaq üçün. Yoxluqdan varlığa addım atmaq istəyəcəksiniz. Sağlıqla əlaqəli üzgünsünüz, xəstəniz varsa da onu düşünürsünüz, diqqət edin. Ruhunuz, bədəniniz eyni yükü daşımır elə bir. Başarığınız ola biləcək. Dualar çox edirsiniz. Yaxınınızdan dəstək ola biləcək. Sevgi həyatınızda bir sevinciniz olacaq. Sizin dik duruşunuz çoxunun gözünə batacaq. Səbrinlə istədiyinə qovuşacaqsınız. Şəxsi həyatında biraz qarışıq, yəni şəxsi həyatınızda ona görə qarışıq var ki, sizin şəxsi həyatınıza qarışanlar var. Yəni aranı qatanlar var. Sıxıntı çıxaranlar var əzizim. Maddi mənəvi sizə sıxıntı vermək istəyənlər var. Biriləri üçün çox qorxursunuz elə bir. Gündən günə yüksəlməyiniz ola biləcək. Ürəyiniz çox açıqdır, əliniz çox açıqdır. Yeniliklərə açıqsınız. Bəzinizin ürəyi elə bir ki, o qədər sıxıntıdan hissləyirsən ki, ürəyim deşik-deşik olur. Bax, partlayır, bax, elə bir hisslər var bəzinizdə. Bəzi insanlara yarana bilmirsiniz. Yarana bilmədiklərinizdən uzaqlaşacaqsınız. Evinizdən biraz uzaqlaşan kimi beyniniz rahat olur. İki ailə elə bir evdə qalırsınız. Biriləri ayrılacaq o evdən. Stol arxasında gözəl şəxsi söhbətlər ola biləcək. Gözünü sizdən çəkməyən biriləri var. Bu həftə diqqət, çəkicilik, yəni diqqət nəzərində olacaqsınız. Biraz da diqqət edin. Bax, biraz xərclərinizə bu həftə fikir verin. Bəzi, yəni oxatanlar o qədər dərdlisiniz ki, deyirsiniz ki, həyatımın boyunca sıxıntılar keçdi həyatımda. Arxamda da dönən oyunlarla mücadilə etdim. Yəni zorunda qaldım mücadilə edərək. Amma şükürlər olsun ki, yıxılmadım, yıxa bilmədilər. Yəni keçici sıxıntılardır əzizlərim. Amma bəzi illərinizin boş getdiyinə heysllənirsiniz. Mal mülklə bəzi peşmançılıqlar içinizdə var. Hər beyindən, hər ağızdan səs çıxır. Hələ bir söz danışa bilər. Biriləri 2-3 ildir ki, evlənə bilmir, istəyir, amma alınmır. Gah anlaşa bilmirlər, gah dil tapa bilmirlər birinə, gah ortada bir əngəllər çıxır. Amma təkliflər ola biləcək. Biriləri bax, ayaq üstə durduğu yerdə işləyir. Yorulmuşsunuz, ayaq üstü işlərdir. Ayağınızda, diz qapağınızda ağrılar ola bilər. Bəzinizin revmatizması güclənə bilər. Yavaş-yavaş hər bir şeyləri yoluna qoyacaqsınız. Planlarınız var. Beynində çox şeylər değişirsiniz. Evinizdə əşya değişə bilərsiniz. Sizi elə bir küncə sıxmaq istəyən var biriləri. Sən fərqindəsiniz, amma demirsiniz. Hər şeyin yaxşı olmağını istəyirsiniz. Qarşı tərəfin sizə xəbərdarlıq, elə bir xəbərdarlığı gəlir. Yəni necə, qarşı tərəfdən bax, sizə bir xəbərdarlıq çıxdı. Yəni qarşı tərəfə ayıq olasınız. Bax, burada birilərini sevirsiniz və ya evlənmişsiniz. Biraz siz necə, həm eqoludur, həm tənbəldir. Amma valideyn sizi, ətrafınızdakılar məsləhət verir, sizə məsləhət verir ki, yəni yoxluqdan gəlib varlığa düşən və ya tənbəl olan, səndən gözləyəndən biraz qaç. Yəni çalış, ondan uzaq ol. Çox sizə, bəlkə də xəbərdarlıq olmuşdu sizə. Amma siz yenə də öz bildiyinizlə gedərək
Yəni evlənib ayrılmayasınız, ayrılıb peşman olarsınız. Yəni sizə yolu göstərir, amma qarşı tərəfinə biraz diqqətli ol, diqqət et. Yəni yol göstər ona, bilmədiyini heç olmasa başa sal. Mirasla əlaqəli əlinizə maddiyyat gələ biləcək. Çox şeylər həyatınızda sürprizlər kimi gerçəkləşəcək. Bir evlilik gerçəkləşə biləcək. Bütün olumsuzluqlarınız yavaş-yavaş keçib gedəcək. Biraz ailə içindəki küskünlüyün var. Bəlkə də aranızda bəzi problemlər var. Biraz valideyninizin ürəyini alın. Biriləri də sizə nəyisə sübut etmək istəyir, nəyisə sizi bəlkə də bir yanlışlığa da arta bilər. Ona diqqətli olun. Övladınızın gözəl bir sınağı, ya özünüz imtahandan bir sınaqdan keçə bilərsiniz. Olumsuzluqlar, bax yenə deyirəm, bitir. Zamana buraxdıqlarınız var. Biraz sakit olun. Askıda qalan işlərinizi həll edirsiniz. Bax, bu həftə axırına qoyduğunuz bəzi işlər var. Tanıdığınız insanların təklifi ola biləcək. Yəni o təkliflərdə də biraz diqqətli olun. Yəni hər bir şeyi, hər bir qərarları qərar vermədən hər bir situasiyanı dərin təhlil etməyi, yəni sizin üçün önəmli ola biləcək. Yəni qulağında, gözlərində, yəni açdığın hər səs sənin üçün gizli bir xəbərdir. Elə bir burada bir xəbərdarlıq çıxır siz üçün ki, biraz ehtiyatlı olun. İşlə də əlaqəli ehtiyatlı olun. Amma işdə əldə etdiyiniz uğurlar ola biləcək bəziləriniz. Uğurlar da sizə bonuslar kimi əlinizə gələ bilər. Hər iş təklifinə, hər layihəni yəni analiz edin, çalışın, qiymətləndirin. İş mühitində də açıq münasibət danışıqları, dialoqlar aparacaqsınız. Subay oxatanlar sosial tədbirdə və ya mədəni aktivlik, gündəlik bir ünsiyyətdə birilərlə tanış olacaqsınız. Yeni bir enerji, romantik əlaqələr yaşanacaq əzizim. Bax, qarşınıza çıxan hər şəxs sizin üçün biraz bir səs və dərin bir duyğu kimi görünə biləcək. Amma artıq münasibətdə olanlar da var. Partnyorunuzla aranızda bəzi incikliklər var. Yəni köhnə mövzular yenidən ortaya çıxa bilər. Buna da diqqət edin. Yəni bu qarşılıqlı etimadı bərpa etmək üçün, əlaqəni daha da dərinləşdirmək üçün ortada bir fürsət yaranacaq əzizim. Amma açıq söhbət aparın, çalışın. Bax, keçmiş hissləriniz, yaranmış ağrılar yenidən səhnəyə çıxa bilər bu həftə sizlər üçün. Onların verdiyi dərsləri qəbul edib yeni, daha sağlam başlanğıclar etmək istəyəcəksiniz əzizlərim. Ətrafınızda əsl dost, kimin əsl dost olduğunu, kimin dost olmadığını çevrənizdən də görəcəksiniz. Həqiqi səmimi dostlar, qohumlar, yəni kimlər yaxşı olduğunu bu həftə ayırd edəcəksiniz. Uzun müddətdir qapalı qalan məsələlər də var. Münaqişələr, deyərdim ki, yenidən üzə çıxa biləcək. Yəni çoxdan dava, dalaş, söz-söhbət aranızda olan söz-söhbətlərlə əlaqəli məsələlər ortaya çıxa biləcək. Yəni sosial dairəni diqqətlə təhlil edin. Çalışın ki, sosial mediada öz şəxsi problemlərinizi paylamayın. Yəni şəxsi məlumatlarınızı da paylamayın. Sizi ortalıqda müzakirə edərək, dedikodu edərək danışanlar var əzizim. Biraz diqqətli olun, çalışın bu həftə. Çünki bəzi vaxt yenə görürsünüz ki, fincanın hər bir tərəfində sizə xəbərdarlıq gəlir. Yəni bu həftə biraz diqqətli olun. Bir də bir dükanınız mı var, ya bir kafeniz var, ya bir yeri işlədirsiniz, işçiləriniz var. İşçilər arasında biraz münaqişə, mübahisələr ola biləcək. Ona görə bax, işçilər arasında sakitlik, əmin-amanlıq yaratmaq üçün öz qərarlarınızı qoyacaqsınız ortaya, onları
sakit edib öz qərarınızı ortaya qoyandan sonra onlar tamamilə sakit öz yoluna gedə biləcək. Bir də sizin içinizdə ailəyə qarşı demədiyiniz bir sir var ki, saxlamışsınız. Onu təhlilləmək, o içinizdəki olan problemlərdən qurtarmaq istəyirsiniz əzizim. İçinizdə sevdiyiniz insana mı və ya işlədiyiniz yerdə birilərinə bir şübhələriniz var, içinizdə araşdırma edəcəksiniz, güclənəcəksiniz. Bir qurban demisiniz və ya nəzir demisiniz, onu yadınızdan çıxmış əzizim. Çalışın onu da həll eləyin imkan dərəcəsində. Bir də bir sıxıntıya düşmüsünüz, o sıxıntıdan çıxacaqsınız Allahın köməyi ilə. Bu həftə biraz itkilərə fikir verin, xırda da kiçik qəzalara fikir verin əzizlərim. Diqqətinizə görə var olun, sağ olun.